Düzü mənim üçün AFFA-nın hesabat konfransının ən diqqət çəkən məqamı, səhnəsi məhz yeni baş katib Cahangir Fərəcullayevin çıxışı oldu. Cahangir bəy o qədər səmimi, o qədər obyektiv və dürüst nitq söylədi ki, buna görə onu alqışlamaq lazımdır. Çünki adamın dediyi hər cümlə sanki bir tezis, bir xəbər başlığı kimi səslənirdi. Məsələn, uşaq futbolu yaralı yerimizdir. Sıfırdan ev tikməliyik, kosmetik təmirlə bu işlər düzəlməyəcək və s. Görünürdü ki, Fərəcullayev sözlərdən saray tikmək əvəzinə sözün bitdiyi yerdə yeni səhifədən bir hekayənin yazılmasını istəyir və dahi rejissor Stanislavski deyirdi ki, səhnədə hər şey məqsədə xidmət eləməlidir. Xidmət eləmirsə, deməli o səhnəyə aid deyil. Futbolu da biz belə deyə bilərik, eynən. Futbolda hər şey məqsədə xidmət eləməlidir. Əgər xidmət eləmirsə, deməli o futbola aid deyil. Səmimi deyim, Cahangir Fərəcullayevlə mənim heç bir tanışlığım yoxdur. Amma bu sahədəki təcrübəm mənə bir şey öyrədib. Kim kimin adamıymış, kimin kimdən xoşu gəlmirmiş və bu kimi nələrisə kənara qoyub futbola xidmət eləmək istəyən insanlara dəstək olmaq lazımdır. Hə, o başqa məsələ. Zaman keçər, bir də baxarıq ki, Allah eləməmiş Cahangir Fərəcullayevin dedikləri ilə əməlləri üst-üstə düşmür. O vaxt biz mətbuat nümayəndəsi kimi ondan hesab sormağa qalxa bilərik. Amma açığı nə yalan deyim, bu adamın uğurlu olmasını istəyirəm. Çünki o qədər adama ağır gəlir Azərbaycan futbolunun bu vəziyyəti. O qədər illərdir ki, biz gözləyirik, nəhayət kimsə gələr, əl-ələ verib Azərbaycan futbolunu düzəldərik. Ona görə uğurlu olmasını istəyirəm.